Xalqımızın zəngin milli mənəvi dəyərlərini, birlik və həmrəyliyini özündə əks etdirən Novruz bayramı bu ildə Sumqayıt şəhərində böyük təntənə ilə qeyd olunub. Baharın gəlişini, təbiətin oyanışını və yeni həyatın başlanğıcını simvolizə edən bu qədim bayram münasibəti ilə Sumqayıt bulvarında geniş və möhtəşəm bayram tədbiri təşkil edilib. Gün ərzində şəhər sakinləri və qonaqlar əsl bayram ab-havasını yaşayıblar. Sumqayıt şəhəri hər zaman möhtəşəm və geniş miqyaslı tədbirlərin keçirilməsi ilə seçilir. Şəhərdə milli bayramlara, xüsusilə də Novruz şənliklərinə böyük diqqət göstərilir və bu tədbirlərə xüsusi hazırlıq görülür. Hər il olduğu kimi bu ildə Novruz bayramı münasibəti ilə təşkil olunan tədbir yüksək səviyyədə hazırlanaraq şəhər sakinlərinə təqdim olunub. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyətinin üzvləri və minlərlə sakin iştirak edib. Bulvar ərazisində böyük izdiham yaşanıb və insanlar ailələri ilə birlikdə bayram sevincini bölüşüblər. Tədbir zamanı Novruz bayramının rəmzlərindən biri olan tonqal qalanıb və bayram əhval-ruhiyyəsi daha da yüksəlib. Tonqal ətrafında toplaşan insanlar baharın gəlişini böyük sevinclə qarşılayaraq qədim ənənələri yaşadıblar. Bayram şənliyi rəngarəng proqramla yadda qalıb. Meydanda təşkil olunan səhnədə musiqi və rəqs nömrələri təqdim olunub. Milli geyimli uşaqların ifasında şux rəqslər və müxtəlif kompozisiyalar nümayiş etdirilib. Tədbir iştirakçıları təqdim olunan proqramı böyük maraq və alqışlarla qarşılayıblar. Novruz bayramının ənənəvi personajları olan Kosa və Keçəl də tədbirə xüsusi rəng qatıb. Onların şən zarafatları və maraqlı səhnəcikləri bayram iştirakçılarının əhval-ruhiyyəsini daha da yüksəldib. Xüsusilə uşaqlar bu personajlarla birlikdə əylənərək bayramın sevincini doyunca yaşayıblar. Tədbirdə həmçinin Novruzun rəmz obrazları olan Dədə Qorqud və Bahar qızı da iştirak edərək bayram şənliyinə xüsusi rəng qatıb. Bulvar ərazisində qurulan milli üslublu güşələr də tədbirin ən maraqlı məqamlarından biri olub. Bu güşələrdə xalqımızın əsrlər boyu qoruyub yaşatdığı mədəni irsin müxtəlif nümunələri nümayiş etdirilib. Burada milli geyimlər, qədim məişət əşyaları, el sənətləri və xalq yaradıcılığı nümunələri sərgilənib. Eyni zamanda sənətkarlar tərəfindən hazırlanan əl işləri, xalçaçılıq, miskərlik və digər sənətkarlıq nümunələri ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar bu güşələrdə qədim sənət nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bayram meydanında qurulan Novruz süfrələri də diqqət çəkib. Süfrələrdə Novruzun rəmzi sayılan səməni, eləcə də milli şirniyyatlarımız, paxlava, şəkərbura, qoğal və digər təamlar nümayiş etdirilib. Bu isə bayramın bolluq və bərəkət rəmzi kimi qeyd olunmasına xüsusi rəng qatıb. Şənlik çərçivəsində qədim xalq oyunları və müxtəlif əyləncəli proqramlar da təşkil olunub. Uşaqlar və gənclər bu oyunlarda fəal iştirak edərək bayram sevincini bölüşüblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bayram meydanında qurulan güşələrə və stendlərə yaxınlaşaraq nümayiş etdirilən sənət nümunələri ilə yaxından tanış olub. O, milli sənətkarlıq nümunələrinə, xalq yaradıcılığına və mədəni irsimizi əks etdirən eksponatlara böyük maraq göstərib. Hər bir stendə yaxınlaşaraq sənətkarlarla və tədbir iştirakçıları ilə səmimi söhbətlər edib. Onların fəaliyyətini yüksək qiymətləndirib. Zakir Fərəcovun stendlərə baş çəkməsi və nümayiş etdirilən sənət nümunələri ilə yaxından maraqlanması tədbir iştirakçıları tərəfindən də böyük məmnunluqla qarşılanıb. Sakinlər şəhərdə milli dəyərlərin qorunmasına və belə tədbirlərin keçirilməsinə göstərilən diqqəti yüksək qiymətləndiriblər. Ümumilikdə bayramın təşkilatçılığı və hazırlıq səviyyəsi tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbir bir daha göstərdi ki, şəhərdə milli bayramların keçirilməsinə xüsusi önəm verilir və şəhər rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıtda keçirilən bayram tədbirləri hər il daha da zəngin proqram və yüksək təşkilatçılıqla yadda qalır. Bu cür tədbirlər həm milli mənəvi dəyərlərimizin təbliği, həm də cəmiyyətin birliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sumqayıt bulvarında təşkil olunan Novruz şənliyi bir daha sübut etdi ki, şəhərdə keçirilən tədbirlər təkcə bayram xarakteri daşımır. Eyni zamanda xalqımızın mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Rəngarəng proqram, milli ənənələrin nümayişi, minlərlə insanın iştirak etdiyi möhtəşəm bayram ab-havası Sumqayıtın bu gündə ölkənin ən fəal və dinamik şəhərlərindən biri olduğunu göstərdi. Ənənəyə uyğun olaraq bu gün də Sumqayıt şəhərində Novruz bayramı qeyd edilir.
Yəni çox yaxşıdır ki, Novruz ənənələri saxlanılır. Mən əslən Laçın rayonu Alqoy kəndinəm. Xatırlayıram ki, Novruz çərşənbəsində sanki təbiət imkan yaradırdı. Parpar deyilən bitki var idi, gəvən deyilən bitki var ki, onu yandıranda atəşfəşanlıq öz başına yaranırdı və Novruz ənənələrini saxlayırdı. Mən hər kəsin Sumqayıtların Novruz bayramını təbrik edirəm. Bu günləri şəhərimizdə gözəl bir bayram tədbiri keçirilir. Bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Beləliklə, Sumqayıtda keçirilən Novruz bayramı şənliyi yüksək səviyyəli təşkilatçılığı, zəngin proqramı və səmimi bayram ab-havası ilə yadda qalıb. Şəhər sakinləri və qonaqlar bu möhtəşəm tədbirdə bir araya gələrək baharın gəlişini böyük sevinç və ruh yüksəkliyi ilə qarşılayıblar. Bu cür tədbirlər bir daha göstərir ki, Sumqayıt şəhəri milli bayramların ən yüksək səviyyədə təşkil olunduğu, mədəni və ictimai həyatın daim canlı olduğu şəhərlərdən biridir. Novruzun sevincini bölüşən insanlar isə bu gözəl bayramın yaratdığı birlik və həmrəlik ruhunu uzun müddət xatırlayacaqlar. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.